Gəzinti videomuza xoş gəlmisiniz. Bu videonu uşaqlar üçün hazırlayıram. Deməli, burada gəzintiyə çıxmadan öncə yol hazırlığıdır. Uşaqlar üçün atışdırmalıq hazırlayıram. Burada isə bizim uşaqlar mahnı oxumağı çox xoşlayırlar deyə özləri üçün oxuyurlar, əylənirlər. Sevdikləri mahnıları zümzümə eləyirlər. Yavrum kaldır kollarını, teslim ol, etrafın sarılı. Sabret açıksın sana ben öptüreceğim bu evin yollarını. Yavrum kaldır kollarını, teslim ol, etrafın sarılı. Bəli, bəli. Yola çıxmışıqsa, gəzinti ediriksə, mütləq bir tarixi abidəni ziyarət etməliyik. Bu dəfə Kiş körpüsü və Kiş Alban məbədinə getmək qərarına gəldik. Yol üstü Kiş körpüsündə dayandıq. Uşaqlar burada şəkil çəkdirirlər. Bu da yoldur, yol sərgiləşləri, yenə fotosesiya. Əsmər, gəl, gəl. Yox, nə daxlı var? Gəl, qızların yanında dur. Kiş Alban məbədinin girişində isə uşaqlar Hindistanlı turistlərlə rastlaşdılar və onlarla ingiliscə danışırdılar, fikirlərini bölüşdürdülər. Gedin danışın, niyə danışmırsınız? Bizim çox xoşumuza gəldi. İngilis dili müəllimləri də buradaydı və çox böyük zövqlə izlədi uşaqları. Bu arada Şəxə müəlliməyə də, Samiyə müəlliməyə də təşəkkürümü bildirirəm buradan. Uşaqların özü üçün də çox xoş oldu. Turistlər də hətta çox bəyəndilər. Biləklər. Bir şeyim var, bizden gizledirsen Melek. Ben hiç gözlemezdim. Ben o video Evet, bayaklarım Hindistanlarla danıştık. Bizden birine oralara davet edelim. Keçin, keçin kızlar. Aysel. Melek geç, Melek. Melek geç. Melek seçmen de. Gəlin oğlanlar yaxınlaşın. Səyid geç. Dedim ya sen, bu tərəfin şəkil çəkdirin. Məbədin içi ilə tanış oldular, məlumatları oxudular. Burada dərsliklərdə adı çəkilən Aguen məclisi haqqında, onun qərarları haqqında məlumatlar var. Cavanşir, Alban hökmdarı Cavanşir haqqında maraqlı məlumat var. Ona görə də düşünürəm ki, bu gəzinti, buradakı aldıqları məlumatlar onlar üçün faydalı oldu. Ümumiyyətlə, binada tarixi bir binadır. Bu səbəbdən də uşaqlara hər şey burada maraqlı idi. Burada da özlərinə dost tapıblar, tısbağa ilə dostlaşıblar. Sağ olsunlar, tısbağa da onları yaxşı qarşılayıb. Yol üstü Narınqalaya gəldik. Burada bu gözəl meşədə uşaqlar biraz gəzdilər, şəkil çəkdirdilər. Gördüyünüz kimi maraqlıdır. Selfie nazlar. Video çəkirəm mən. Dadamın gəl. Burada isə balaca vaxtlarını yada salırlar. Mən onlara uşaq deyəndə deyirlər, biz uşaq deyilik, artıq böyümüşük. Amma gözümdə hər zaman uşaqdılar. Onlar maraqlıdır. Deməli, tədbirlərdə harasa bir gəzməyə gedəndə fikir verirəm ki, bu mahnını çox sevirlər və bu mahnını oynayırlar, eyni zamanda oxuyurlar. Bu mahnıya sevgiləri hardan yaranıb bilmirəm, amma mahnı özü də gözəl mahnıdır. Gedib əyləşdiyimiz məkanda başqa məktəblər də var idi. Onların da uşaqları ilə çox tez dostlaşdılar, başladılar əylənməyə, oynamağa və hətta birlikdə yallı getdilər. Düşünürəm ki, ən çox xoşlarına gələn hissə məhz buraydı gəzintinin.
Mahnının sözlərini əzbər bildiyimiz bu performansın eynisini summativdə də gözləyirəm sizdən uşaqlar. Gedin girin də, gedin girin. Akrofobiyadan əziyyət çəkən biri kimi bu mənzərəni izləmək bir qədər çətin idi mənim üçün, amma uşaqların xətrinə izlədim, həm də əylənmələrinə icazə verdim. Ay çok şey var. Kobra da düşüyor. Koy düşsün. Kızlar elə mi? Kızlar elə mi? Sağ olun da. Heç nə olmaz, dayanın. Sizi ağrı vursun, dayanın. Burnunuzun ucundan. İçimizin boylardaki. Çıqalığa bak, çıqalığa bak. Allah sen sakla. Sormuza bas gürcü gelen. Yani daha görmüşler hadi. Nasıl çaya gelirlersen ha? Çay onu alır da. Alır ya. Hayır ama. Ben çay alıyorum. Don't shout it, this shit okay. We gon' call you like this one. We gon' get the car, this shit okay. And you don't give a fuck, cause that's a birthday. I'm gonna go my mind with the lead. I'm gonna make it love, so give me a love, give me a love. It's no good. I'm gonna go for the seat, I'm coming from the end of the break. I'm gonna go to the fucking good thing, no damn, she's up, she's up, my time over, sitting for play, I'm been with you. Now I'm gonna live my ain't no same shit. You like me, I wanna love me, like it's all right. So I ain't gonna go to say I'm not going to play with the rap game and talk on the fucking back. Man, I'm gonna feel. Diyeceğim.
Beləliklə uşaqların doymaq bilmədiyi gəzintinin sonuna gəldik, çatdıq. Bəli, mən çox yoruldum, bitdim, amma uşaqlar gördüyünüz kimi yorulmaq bilmir, enerjini hardan alırlar bilmirəm. Bu isə bizim ənənəvi sonluğumuzdur. Bu mahnı ilə həmişə gəzintiyə yekun edirlər. Sizə sevgim sonsuzdur. Sizə olan sevgim biixtiyardır, bunu bilirsiniz. Hamınıza uğurlar arzulayıram. Gələn il qarşımızda çox böyük, məsuliyyətli bir il durur. Hər birinizə ən əsas can sağlığı və daha sonra qarşınıza qoyduğunuz hədəflərə çatmağınızı arzulayıram. Mənim üçün dəyərlisiniz, hər biriniz əzizsiniz. Qəlbimin ən dərinliklərində gözəl yeriniz var. Ümid edirəm bu gün xatirələrinizdə həmişə xoş qalacaq. Bu gəzinti boyunca bizə yoldaşlıq edən Şəhla müəlliməyə də dərin təşəkkürümü bildirirəm. Məktəb rəhbərliyinə gəzintidə dəstək duran hamıya minnətdaram.